Eviniz bizden olsun, evi olmayanların evi olsun. Bugün sizə dəyərli izləyicilərim, harada? Maçdağada, Ləş bağlarında, Sibizin yaxınlığında, Sibiz bağlarının yaxınlığında bir dənə gözəl evləri görürsünüz də. Villaların yanında 86 sotun içində bir dənə gözəl 2 mərtəbə evimi çıxıb satışa. Çox gözəl bir yerdədir də, yəni möhtəşəm bir bağ evində 86 sot bu günlər, yəni ərazidə onu tapmaq mümkün deyil. Özünüz bilirsiniz ki, bugün bu ərazilərdə beləsinə həyəti böyük sahəsi qalmayıb. Nə, şirin suyuna qədər var. Sən görürsünüz, yəni əsfalt, evimizə, bağımıza yəni söz ola bilməz. Və həyətə daxil olaq. Həyətdə istədiyiniz hər nə ağac varsa, istədiyiniz ağaclar var. Ümumi 86 sotun içində çıxarışdı. Burada gözəl bir pisetkası var. Yay üçün qoysan manqalı var. Bağ ne içindir? Bağda gəlib istirahət edirsən. Manqalı qoysan, sinəvarı qoysan, oradakı yerindəki maşallah şəraitin tam hazır. Aşağıda gəl aşağı başda çəkər. Aşağı başda da setkalı heyvana çaxlamaq üçün yeri var. Genişliyinə baxın. İndi bu dəqiqə İnşallah 10 gündən, 2 həftədən sonra gəlir. Bu tamam fərqli olacaq. Həyətin də genişliyinə 86 sot balaca deyil. Bugünkü gündə yəni 3 sot, 5 sot deyil. 86 sotun içində sizə bir dənə gözəl 2 mərtəbəli evimizi təqdim edirəm. İstədiyimiz ağaclar, sudur, hər bir şey var da, yəni yox sözü yoxdur. Evimizdən tanış olaq. Həyətdə hələ havuzuna qədər var ha. Hələ evimizdə kampaniyalar olacaq. Onları deməyəcəm sizə. Onları inşallah real alıcı ilə razılaşmaq olacaq, o kampaniyalar. Evin içində nelər veriləcək, hədiyyə. Bunları da deyən deyiləm. Burada bir dənə belə havuzu var. Bugünkü gündə bir dənə belə havuz tikməklə rast oldu, nəyə söz bəs edir. Evin 4 tərəfli yolu var. Ətrafına rahatçasına fırlanmaq olur. Sibiz bağlarındakı yaxındır, Sibizdəki evlərə yaxındır. Havası təmiz. Həyətdə də bir dənə hamam sanuzeli var. Qapısı bağlıdır deyə açanı tapa bilmədik, onu göstərə bilməyəcəyik. Və burada aşağıdakı otaqlarda göstərə bilməyəcək açarlar yoxdur. Burada da qarajı var. Gəl qarajını göstərək. Evimizdə nə işlənilibsə, hər bir xırda, detalına qədər keyfiyyətli nə işlənilibsə, keyfiyyətli materiallardan istifadə olunur. Burada belə gözəl bir dənə səki. Hələ deyəcəyim çox sözlər var, qutarmayıb. Daxil olarkən mətbəx. Gördüyünüz nə var, hamısı qalacaq. Hamam sanuzel. Atlanildən sanuzel. Ayaq yolu. Və əl yumağa yer. Kombisinə qədər var evimizdə.
Burada bir yataq otağı. Belənin içində bir dənə bağ. Bu cürə gözəl ev. Yəni tapmaq mümkün deyil. Burada ikinci yataq otağı. Özü ümumi qoşadaşla tikilib, tək daşla yox. Çoxu var ki, bir çoxları var, tək daş tikirlər. Bağ olduğu üçün. Amma evimiz ümumi qoşadaşla tikilib. Bir dənə də burada gözəl zal, qonaq otağı. Ev sahibimiz, bir yaxın dost qardaşımız var inşallah, mömindir, dindardır inşallah. Nə işlədilibsə, çox gözəldir. Mən indi inşallah mansara göstərim. Sən biraz versin, çoxdur. İkinci mərtəbəsində də ki, belənin içində bir dənə gözəl, yəni deməyə ehtiyac yoxdur. Hər şey, evimiz, həyət, ağaclar öz sözünü deyir. Buradan da ki, Sibris bağlarının məsafəsi görünür. Yəni buraları özüm detallı göstərirəm sizə. Yeri əsfaltdır və indi gedirik niyə? Həyətə, yenə də həyətə gedirik. Həyətimiz istəsəz bölgü ilə də bax, beləncə nə deyim ki, burada istəsəz ümumi şəkildə yox, yay şəkildə də satılır. Setkadan üzü beləncə ümumi 30-un 100-ə. 30 metr ənidir, 100 metr uzunu. İstəsəz belə də satılır. Hər cür variantda razılaşmaq olar. Əsas odur ki, inşallah real alıcısı gəlsin. Qiymət də ki, 800 manat deyil, 800 min deyilir. 800 min manat deyilir. Evimizin üstündə müəyyən bir hədiyyələr var. Onları da real alıcı inşallah olanda təqdim edəcəyik. Razılaşmaq da olacaq yəni. Sağ olun, salamat qalın.